100 işə baş vurmuşam. Mənə heç biri geri dönmür. İmmiqrant xanımlar üçün həqiqətən depressiv bir situasiya yaradır. Amerikada iş qurmaq istəyirsinizsə, insanlarla münasibət qurmaqdır. İşə qəbul olmaq prosesi 6 müsahibədən ibarət olur. Ən son müsahibədə yemək yeməyə çağırırlar. İlk sualınız olsun ki, mən sənə necə kömək edə bilərəm? Şirkətlər olur ki, həmən geri dönür. Məsləhət görərdim ki, könüllü yazılsınlar. Kömək edə biləcəyim bir iş varsa, mən sizə yardımcı olmaq istəyərdim. 15 ildir ki, artıq Amerikada yaşayırıq. Bura ilk dəfə təhsil almağa gəlmişəm. Sosial media və marketinq üzrə təhsil almışam və həmin an Tennessee ştatında oxuyurdum və sonra təcrübə keçmək üçün San Francisco şəhərinə gəldim universiteti bitirdikdən sonra və həmin müddətdən sonra artıq Kaliforniyada yaşayırıq və bir çox böyük təşkilatlarda, şirkətlərdə çalışmışam. Daha doğrusu Nvidia, Instagram, HTC Vive və digər şirkətlərdə çalışmışam. Hal-hazırda özümün Femigrant Foundation adlı bir təşkilatım var. Femigrant ingilis dilində Female Immigrant sözlərini biz birləşdirmişik və Femigrant bütün dünyadan olan immigrantları bir araya gətirən bir qurumdur. İmmigrant xanımlar üçün bir qurumdur və bu qurumda biz müxtəlif tədbirlər keçirdirik ki, immigrant qadınların daha da uğurlu olmasına kömək eləyirik. Bəzən elə olur ki, bunlar həyat yoldaşlarının iş vizası ilə gəlirlər və bu viza çox limitli olur. Yoldaş işləyir, amma xanımın iş izni olmur və yaxud da iş izni almaq mərhələsi daha uzun çəkir və xanımlar baxmayaraq ki, öz ölkələrində uğurlu olublar, böyük şirkətlərdə işləyiblər, təhsilləri var, yüksək səviyyəli, onlar burada məcbur evdə oturmalı olurlar və bu da immigrant xanımlar üçün həqiqətən depressiv bir situasiya yaradır. Çünki hər zaman işləyən xanım sonra birdən-birə başqa bir ölkəyə gedir, orada heç kəsi tanımır və ev xanımı olur və bu insanlara artıq cəmiyyətdə özünü yetəri qədər lazımlı hiss etməməyə vadar edir və bu da sonradan depressiya ilə nəticələnə bilər. Bütün bu, belə deyək, problemli situasiyadan yayınmaq üçün məsləhət görərdim ki, immigrant xanımlar könüllü yazılsınlar hər hansı bir təşkilatlara, qeyri-hökumət şirkətlərinə. Məsələn, mən özüm bura o qədər yeni gələn immigrantlar hansı ki olub, deyirlər ki, sən necə olub, məsələn, Instagramda iş tapmısan, bizə çox çətindir, nə məsləhət görə bilərsən onlara? Bizə, mənim ilk tövsiyəm o olub ki, çalışın, sizə maraqlı olan və yaxud da sizin ixtisasınıza uyğun olan şirkətlərdə könüllü çalışın. Çünki bunun təkcə moral faydasından başqa, həm də siz Amerikada iş təcrübəsi qazanmış olursunuz. Amerikada belə deyək, rəqabət, iş rəqabəti xüsusilə də Silikon vadisində o qədər yüksəkdir ki, düşünün ki, siz Amerika təcrübəsi olmayan biri artıq Amerikada yaşayan, böyüyən, burada özünün uğurlu hekayələri olan rəqibləriniz var. Onlarla siz yarışırsınız. Və mütləq Amerikada böyük şirkətlərə belə deyək, intervyu mərhələsində uğur qazanmaq üçün sizin soruşurlar ki, sizin Amerikada nə təcrübəniz var? Yəni siz deyə bilərsiniz ki, mən 5 ayda evdə oturmuşam, ümumiyyətlə Amerikanın iş kültüründən xəbərim yoxdur və sizin iki yolunuz var. Ya siz deyirsiniz ki, mən öz ölkəmdə bu qədər uğurlu olmuşam, işləmişəm, amma burada 5 aydır və yaxud da 12 aydır heç bir yerdə işləmirəm, təcrübəm yoxdur. Ya da ikinci versiya odur ki, siz deyirsiniz ki, məsələn, mən Femigrant Foundation təşkilatında layihə koordinatoru çalışmışam və orada bu işləri görmüşəm və şirkət artıq görür ki, sizin Amerika təcrübəniz var və sizin şansınız daha yüksək olur. Nəinki Amerika təcrübəsi olmayan, belə deyək, müraciət edənlərə nisbətən. Mənim məsləhətim odur ki, burada oturan ev xanımlarına mütləq çalışın ya ixtisasınıza, peşənizə, ya da ki, maraqlarınıza uyğun təşkilatlar tapıb, orada könüllü yazılın, könüllü müraciət edin və orada heç olmasa ən azı həftədə 8 saat, 10 saat vaxt keçirsəz, bu sizə həm özünüzü bu ölkədə və icmada daha lazımlı olmağa, hiss etməyə kömək eləyəcək və
digər tərəfdə siz artıq Amerika təcrübəsi qazanmış olacaqsınız. İmmiqrant qadınlara tövsiyə eləyərdim ki, ruhdan düşməsinlər. Çünki həqiqətən Amerikada işə qəbul olmaq, ümumiyyətlə iş prosesi uzun çəkən bir mərhələdir. Yəni düzdür, mən artıq 15 ildir Azərbaycanda yaşamıram. Oradakı prosesi unutmuşam. Bəlkə də artıq çox şey dəyişib. Amerikada məsələn necədir? Sən işə götürən şəxsi müraciət etməmişdən qabaq görmək qeyri-mümkün olan bir şeydir. Sən öncə belə deyək, bir application forması olur. Müraciət forması daha doğrusu. Sən bir müraciət forması doldurursan, onunla yanaşı sən öz rezümeni təqdim edirsən, onunla yanaşı ingiliscə deyilir cover letter. Bu formatda bir yazı yazırkən sanki məsələn mən buyam, təcrübəm budur, mən bu səbəblərə görə sizin şirkətdə işləmək istəyirəm və mən sizin şirkətdə bu faydaları verə bilərəm öz təcrübəmə və ixtisasıma uyğun olaraq. Və bəzən şirkətlər olur ki, həmən geri dönür. Bəzən də şirkətlər olur ki, geri dönməkləri 2 həftə, 4 həftə, 6 həftə çəkə bilər. Böyük şirkətlərdə işə qəbul olmaq prosesi məsələn 6 intervyudan, 6 müsahibədən ibarət olur, 6-8. Kiçik təşkilatlarda və yaxud da şirkətlərdə bəzən 1 ya da 2 müsahibə yetərli olur. Böyük təşkilatlar məsələn sən artıq 5 intervyunu keçdinsə, ən son müsahibədə dəvət eləyirlər, sən gələcək iş yoldaşlarınla və yaxud da öz rəhbərinlə bərabər yemək yeməyə çağırırlar. Çünki onlar istəyirlər ki, sənin artıq həm də nə qədər komandaya uyğun olduğunu bilsinlər. Sən məsələn yemək arxasında nə mövzularda söhbət eləyirsən, nə qədər özünə güvənin var, nə qədər insanlarla rahat münasibət qurursan. Çünki təkcə sənin təcrübən və biliyinlə bərabər, həm də burada işlərdə vacibdir ki, sənin belə deyək, ümumiyyətlə xarakterin və yaxud da davranışın, hər bir şey işin və yaxud da komandanın kültürünə uyğun olsun. Uyğun olmadıqda artıq onlar, sən 5 müsahibəni çox uğurlu keçib, amma son müsahibədən yəni uğurlu keçmə bilərsən. O da onunla əlaqədardır ki, sənin xarakterin və yaxud da sənin hər hansı bir qəbul eləmə, ümumiyyətlə ünsiyyət və s. müxtəlif yanaşmalarda sən komandanın kültürünə tam uyğun gəlmirsən. Yəni bu Amerika şirkətləri üçün komandaya uyğun olmaq çox vacibdir. Və uzun mərhələli prosesdə bəzən insan yıpranır, o stresli ola bilir, deyir ki, mən 100 işə başvurmuşam, mənə heç biri geri dönmür. Əgər belə bir situasiya varsa, mütləq tövsiyə eləyərdim ki, rezümə yazan insanlarla, mütəxəssislərlə çalışın. Əgər sənin rezümen, ümumiyyətlə sən heç müsahibəyə düşə bilmirsənsə, deməli artıq sənin rezümende ciddi bir dəyişikliklər olmalıdır ki, sən buranın rezümə standartlarına uyğun cavab verəsən. Məsələn, mən özüm bura yeni gələndə Azərbaycan üslubunda olan rezümə ilə işlərə başvururdum və hər yerdən demək olar ki, rədd cavabı alırdım. Səbəbini də bilmirdim. Ondan sonra müraciət elədim. Elə qeyri-hökumət təşkilatlarına, o vaxtı Femigrants təbii ki yox idi və onlar mənim rezüməmə baxdılar, dedilər ki, sənin rezümən Amerika standartlarına uyğun deyil və onlar oturub mənimlə bərabər rezüməmizi yenilədi, dəyişdi, tam Amerika standartına uyğun olaraq bir rezümə yazdıq və ondan sonra belə deyək, artıq şansım daha artdı ki, mən heç olmasa ən azından müsahibələrə düşmüş oldum. İş qurmaq istəyirsinizsə, işə qəbul olmaq istəyirsinizsə və yaxud da startupınız varsa, onu böyütmək istəyirsinizsə və yaxud da investment toplamaq istəyirsinizsə, ən önəmli burada olan bir iş, ingiliscə bunu deyilir networking. Yəni insanlarla münasibət qurmaqdır. Hər bir şey bundan başlayır. Sən ola bilər ki, 100 işə başvurursan və səninlə bərabər minlərlə eyni işə başvuran müraciətlər olur. Və bir də var ki, sən o şirkətdə çalışan hər hansı bir insanla artıq münasibət qurmuşsan və ona rahatlıqla deyə bilərsən ki, məni xahiş edirəm, işdə daxili refer elə, müraciətimə yardım elə, belə bir şey. Sənin sənədlərini işdə əgər işləyən kimisə bir təqdim eləyirsə, işə götürən insanlara, o daha uğurlu olur. Nəinki sən
internetlə forma doldursan və yaxud da startupın var, tutaq ki, investor axtarsan, sən 100 investora cold message deyirlər, mesaj yaza bilərsən. Onların bəlkə 3-ü sənə geri dönə bilər, digərləri geri dönməyə bilər və üçündən ikisi deyə bilər ki, ümumiyyətlə sən uyğun gəlmirsən, mənim yatırım elədiyim belə deyək, şirkətlərə uyğun deyil. Uğur qazanmaq üçün ilk başda mütləq münasibət qurmaq lazımdır. İnsanları kofeyə dəvət eləməlisiniz, tanış olmalısınız, münasibət qurmalısınız. Yəni mesajla da deyə bilərsiniz ki, tutaq ki, mən xahiş edirəm, mənə filan şirkətə rekomendasiya verməyə kömək edə bilərsiniz. Ola bilər sizə geri dönsün, ola bilər geri dönməsin, amma əgər siz bu insana ən azı 2 dəfə kofe içmisinizsə, ondan söhbət eləmisinizsə və yaxud da sosial şəbəkədə ona yazılarına nəsə bir rəy bildirmişsə, o insan artıq sizi uzaqdan da olsa tanıyırsa, o sizi daha rahat və daha səmimi formada sizin işinizə yardımcı olmağa çalışacaq. Nəinki tanımadan soyuq münasibətlərlə siz ona müraciət edirsiniz. Yəni networking, münasibət qurmaq ən önəmli işlərdir. Fərq eləmirsiniz, əgər öz biznesinizi qurursunuzsa və yaxud da startup üçün investisiya axtarırsınızsa, ya da ümumiyyətlə hər hansı bir şirkətdə çalışmaq istəyirsinizsə. Network, yəni nömrə 1 verdiyim tövsiyədir ki, insanlarla tanış olun və digər tövsiyəm odur ki, insanlarla münasibət quranda həmən insandan bəklənti üzərində münasibət qurmuyor. Yəni bu gec-tez biruzə verir özü. Çalışın ki, siz insanla münasibət quranda ilk sualınız olsun ki, mən sənə necə kömək edə bilərəm? Mən sənə nə yardım edə bilərəm? Tutaq ki, siz işləmirsiniz. Deyirsiniz ki, mən yeni gəlmişəm, mən Amerikada təcrübə toplamaq istəyirəm. Baxıram ki, sizin filan təşkilatınız var. Mən sizə bu sahələrdə kömək edə bilərəm. Kömək edə biləcəyim bir iş varsa, mən sizə yardımcı olmaq istəyərdim. Çünki insanlar görəndə ki, siz ondan kömək istəmədən öncə siz ona kömək eləməyə can atırsınız və artıq müddət gələndə siz ondan bir şey xahiş edəndə o sizə daha rahatçılıqla və daha ürəkdən səmimi olaraq kömək eləməyə cəhd edəcək.